Salam yoldaşlar, bugün son adım denemesinden genel denemeler TR100 ikinci denemeye baxırıq. Haydi başlayaq. Deməli, ilk sualımız qalıqlı bölmə ilə bağlıdır. Bizim belə bir qaydamız var ki, bu orta bölünənlə natamam hissəni bir-birinə vurub qalıq üzərinə gəlmək lazımdır ki, bölünən daha doğrusu bölünəni tapaq. Yəni K bərabərdir 8 vurulsun n plus 1 üzərinə gəlinsin 6. Digər də eyni məntiqlə bu ikisi bir-birinə vurulur. K plus 7 bərabərdir 8 vurulsun n minus 1 üzərinə gəlsin bu el qalır. İndi bizdən el istəyirsə yuxarıdan bir K'ları yəqin ki uyğunlaşdırırıq. Əvvəlcə neyik? K bərabərdir 8m, açırıq bunu sistem tənlik kimi. Üzərinə gəlinsin 8, 6, 14. Aşağıdan yaranır K plus 7 bərabərdir 8m çıxılsın 8 üzərinə gəlsin el. İndi bizdən buradan tərəf-tərəfə çıxaq, bu K'lar eynilər geçsin, 8m'lərdə gider. Aşağıdan yuxarıya doğru çıxsam 7 bərabərdir. -8 üstə gəlsin el, çıxılsın 14 olur. El də bərabərdir. 7, 8, 15 üstünə gəlsin 14, yekun olar 29. Yəni sadə bir tənliyə gəlir. B variantı. İkinci sualımıza keçid alırıq. Faktoriallar var. Nə gözəl. Faktorial görəndə mümkün qədər toplama çıxmasında ortaq vuruq götürür. Yəni kiçik olanı götürür. Görürük ki, kiçik olan n plus 4. Bunu götürüb mötərizə xaricinə çıxardıram. N plus 4 faktorialı götürürük. Mötərizədə nə qalır? 1 üzərinə gəlinsin. Buradan isə n plus 5. Bölünsün n plus 6 yanında da faktorialı. Bərabərdir 1 bölü 12. İndi ixtisarlarına fikir versək, n plus 4 ilə n plus 6 gedir. Bunun yerində n plus 5 vurulsun, n plus 6 qalar. Çünki 4-ə qədər olan hissələr silindi axı. Yerdə qalanı yazsaq, sürətimiz n plus 6 bölünsün, n plus 5 vurulsun, yenidən n plus 6 bərabərdir 1 bölü 12. Buradan da ixtisarlar geçsin. 1 bölünsün, n plus 5 bərabərdir 1 bölü 12. Buradan da n bərabər olur 7'ye. Yəni C variantı. Keçdik üçüncü sualımıza. Bunu hesaplayanda hər halda bir silinmə gedər. Neyək? Eyni məxrəcə gətirməyək. 5-dən 3'ü toplayarıq. 8 çıxılsın 3'də 1, 3'də 1, 3'də 2 deməkdir. Aşağıya baxsaq 4 çıxılsın 2. Buradan da silinmə olacaq. Mənfi 2'də 1 üstə gəlsin 2'də 1 kimi görəndə. Bunlar zaten bir-birini silir. Yuxarıda qalır 3'də 8, 3, 24. İkisi gedir 22. Bölünsün 2 kimi. O da bərabərdir 22 bölünsün 3 vurulsun tərsi, yəni 2'də 1. Bu da ixtisar geçsin, qalsın sonda 11 bölünsün 3. B variantı. Dördüncü sualımız qüvvət misalı. Hesablayaq. 2'də 1 sabit yerində qalır. Əvvəlcə 1-dən 3'də 2 çıxırıq, olur 3'də 1. Sonra üzərinə mənfi 2'sini yazaq. Məxrəcdə də 2 üzərinə gəlsin 1 bölü 1-dən 3'də 2'si geçsin 3'də 1 üzərində mənfi 1. Bu da bərabərdir. 2'də 1 yenə öz yerində qalır. 3'də 1'in kvadratı 9 üstündə mənfi varsa 9'da 1 tərsinə çevrilir olur 9 kimi. Aşağıya düşür 2 üstə gəlsin. 3'də 1'in üstü mənfi 1 elə 3 deməkdir. 3'də 1 kimi. Bunu da eyni məxrəcə gətirib hesablasaq 2'də 9, 1, 18, 19. Aşağıda 3'də 2, 3, 6, 7. Bunu da tərsinə vuraq. 19 bölü 2 vurulsun. 3 yuxarı 7 aşağı. İxtisar da getmir. Uzun ömür can sağlığı. 14 aşağıda 57 de yuxarıda. D variantı. 5'e baxaq. 5'də də bir ortaq bir şey görməyik. Eyni məxrəcə gətirək ki, bir silinmələr olsun. Yəni nə yaza bilərik? 3'ün kubu ortaqdır deyə 3'ün kvadratını 3'ün kubuna vuranda olur 3 üstü 5. Çıxılsın 3 üstü 5 üstə gəlsin 9 kimi qarşısında çünki mənfi var. Buna fikir verin. Bölünsün, digərdə 3'ün kvadratı ortaq məxrəcdir. 3'ün kubu çıxılsın 3'ün kubu üzərinə gəlsin 3 kimi. Öz içində bir silinmələr görürük bunların. Qalır nə? Bərabərdir. 9 bölünsün 3'ün kubu 27 eləyir. Vurulsun tərsi 3'ün kvadratı 9 yuxarıya 3 aşağıya. 27 ilə 9 ixtisar gedir 3. Bu 3'lər də birləşir. 9 ilə ixtisar gedir. Sonda da qalır 1. D variantı. 6'ya gəldik. Buradan da tərs formada qüvvətləri yazaq. Yəni 1 bölünsün 4 üstə gəlsin 1 bölü 4'ün kvadratı üstə gəlsin 1 bölü 4'ün kubu deməkdir. Bu da sabit qalsın hələ ki 4'ün kvadratı 4 1'i saxlayırıq.
Eyni məxrəc olaraq 4'ün kubunu götürəndə sürətdə olur 4'ün kvadratı üstə gəlsin 4, üstə gəlsin 1 kimi. Aşağıda da bu şeydən var. 4'ün kvadratı 4, 1. Yəni biz bunu belə yazmalıyıq ki, 4'ün kvadratı üzərinə gəlsin 4, 1 bölü 4'ün kubu. Vurulsun buranın tərsi 1 bölü ilə olan versiyası. Bunu da hesablamıram ki, zaten ixtisarlar gedəcək. Sonda qalır 1 bölü 4'ün kubu, yəni 1 bölünsün. Onu da heç 64 hesaplamayıb 4 üstü -3 göstərib. E variantı. 7'ye keçdik. Köklərdən söhbət gedir. Baxın, dəhşət düşən bir şeydir bu sual. Qəbul sualdır iminlə. Əgər 2 dənə kökün içi yer dəyişikdirsə, ümumiyyətlə kök gördüsə bunu eləyin. Kökün içi mənfi olmaz axı. X minus 3 böyük bərabər 0. Bir də 9 minus 3x böyük bərabər 0. Köklərin için 0'dan böyük bərabər eləyib kəsişdirməni tapmaq lazımdır. Birincisi deyir ki, x 3'dən böyük olsun. İkincisi deyir ki, x 3'dən kiçik olsun. Necə olur 3'dən həm böyük, həm kiçik? Onu da 3'ə bərabər götürə bilərik də. X ancaq 3 ola bilər. 3'dən başqa hansı rəqəmi qoysan, ödəməyəcək, yəni ədəddə qoysan. Onda bütün x-lərin yerinə 3 qoyanda bura olur 0. Üzərinə gəlsin, kökün altı 0, üstə gəlsin. 9 plus 5 bölünsün 3 çıxılsın 1, 2. 14 bölü 2 də versin bizə 7 Y variantı. 8-ci sualımız. Birinci mötərizənin içindəki qüvvətlərə baxaq. Kökün altında -3'ün kvadratı 9 deməkdir. Üstünə gəlsin 3-cü dərəcədən -27'sini yazaq. Çıxılsın 5-ci dərəcədən -32. Cüt dərəcədə mənfinin olub-olmamasının önəmi var. 9'dan çıxır 3. Tək dərəcədən mənfi ilə çıxardırıq. Çıx 3. Buradan da çıxılsın -2 kimi. Yəni bu da gedər, olar müsbət 2 D variantı. 9-cu sualımız. Kökün altından düz məntiq bildiyimiz şeylərdir. 0.8, 1.1, aşağıda 1.3, 0.3 də burada. Yuxarısı 1.9, aşağısındaki 1.6, vergülləri dağıtsaq 19 bölü 16. 10-cu sualımız. Nə deyir? Bu ifadəni yaradaq birincisi. A sabit qalsın, B sırasını 2'ye vururuq. Onda olur 0 kiçikdir 2B, kiçikdir 6. C sırasında -3'ə vurmaq lazımdır. Onda olacaq 3 kiçikdir -3C, o da kiçikdir 12'dən. A'nıda olduğu kimi elə düz məntiq yığıram. 2 kiçikdir A, kiçikdir 5. Bizə nə lazımdır? Bunların toplamı. Düz məntiqdə bunu toplasaq, biz nə görərik buradan? Sol tərəfləri 1 toplayırıq. 0, 2, 3, 5 kiçikdir A plus 2B çıxılsın 3C. Sağ tərəfdə 5, 6, 11, 12 bizə verir 23. Bizdən də istəyir bunun ala biləcəyi kaç farklı tam sayı vardır. 6'dan başlayır 6, 7, nöqtə 22'də bitir. Elədir. En say düsturumuza görə də axırıncı çıxılsın birinci, bölünsün aradakı fərq, üstə gəlsin 1. O da nə edir? 16 üstə 1, 17 dənə ədəd var burada. B variantı. 11'də işarə təyin eləmə. Baxın, burada 6, nəyin üstünə 6 yazırsansa yaz, müsbətdir də, elədir. 6-cı dərəcəyə görə bu müsbət olur. Onda müsbəti biz nəyə vuraq ki, yekun mənfi olsun? Mənfiyə. Mənfin də tək dərəcədən elə təzdən mənfidir. Y-imiz 100% mənfidir. Sonra düşürük aşağıya. Y mənfi, buradan bir şey çıxarma. Y təzədəndən mənfi. Yekun cavabımız müsbət olması üçün bura təzədəndən mənfi olmalıdır ki, mənfi vurulsun mənfi, müsbəti versin. İndi mənfidən biz nə çıxaq ki, mənfi qalsın. Mənfidən müsbət çıxarsan, yəni -3 çıxılsın 5 kimi düşünün məsələn. Yekun cavabın yenə mənfi olsun. Onda buradan görürük ki, zətimiz müsbətdir. Bunu buradan silərik. Aşağıda da gətirib analiz eləsək z üçün. Zətimiz müsbətdir. Müsbətdən nə çıxaq ki, mənfi olsun? İndi iş gəlir bura. Müsbətə də çıxa bilərsən, amma daha böyük bir ədəd. Məsələn, bura x-in yenə mənfi qoysan, bura 100% müsbət olacaq. X müsbətdir müsbət olmağına. Amma z-dən də böyükdür. Yəni x böyükdür z-dən. Bunu belə düşün ki, məsələn 1 çıxılsın 8'in kubu kimi, 0'dan kiçikdir. Məsələn. Onda x-imiz də müsbətdir. Ardıcılığı qursaq nə olacaq? Bizə nə lazımdır? 0-la müqayisə eləmək. 0 ortadadır. Y bundan kiçikdir, mənfidir deyə. Amma z ilə x sağdadır, müsbətdir. X də daha böyükdür. Z, baxın bu qaydaya görə. Sonra x yazırıq. Yəni bizim ardıcılığımız budur. X, z, 0, y. Baxın B variantında verib. Keçək 12'yə.
2 dənə modulun ən kiçik qiyməti. Millət, modulların sıfırdan aşağı düşmə kimi bir haqqı, lüksü yoxdur. Hər ehtimala qarşı bunların gəlin ayıraraq da sıfıra bərabər eləyək. X minus 3 bərabər sıfırdan x bərabər 3 köküm var. Bir də buna görə x bərabər mənfi 4 köküm var. Hər iki sırada x-lərini yenə 3-də qoyaq, mənfi 4-də qoyaq. 3 qoysaq nə olur? 0 üstə gəlsin 7 bərabər 7. Aşağıda mənfi 4 qoysan, moduldan çıxır 7 üstə gəlsin 0 bərabərli 7. Elə minimum aldığı qiymət 7-dir. 7-dən aşağı düşməyəcək bu. 13. Baxın, bu da eyni məntiqlə. Ayrı-ayrı sıfıra bərabərlə. Çünki modulun minimum qiyməti 0 daxı mənfiyə düşə bilmir. X bərabər mənfi 5, bir də x bərabər 7. Hər ikisini ayrı-ayrı da hesablayaq. Bəzən ortaq olur, bəzən fərqli qiymətlər olur. Birinciyə görə 0 üstə gəlinsin 7, 5, 12. Bu olur 5. İkincidə 60 bölünsün 12 plus 0. Bu da eləyir 5. Yəni, ən böyük də məxrəcdə də olanda ən böyük qiymət olur. Məlum məsələ. Yəni, A variantı. 14-cü sualımız. Yenə ən kiçik dəyər. Ən kiçik dediyinə görə bunlar ayrı-ayrı 0 olmalıdır. Ondan aşağısını görə bilmir. 3x plus y plus 5 bərabər 0. Sistem tənliyə gəlir çox vaxtda bunlar. Plus 7 bərabər 0. Buradan birincisi tərəf-tərəfə toplayaq, y-lərimiz geçsin. 4x bərabərdir mənfi 12. X-i tapırıq mənfi 3. X-in yerinə aşağıda məsələn mənfi 3 qoysam, y də bərabər olur 4-ə. X, y tapıldı. Bizdən də nədir? Hasili. Mənfi 3 vurulsun 4-dən mənfi 12. B variantı. Sonra keçirik 15-ə. Çift tek fonksiyon. Bu önəmli bir mövzudur. Əgər deyirsə sənə fx çiftdir, onda belə bir qayda var ki, əgər çiftdə sözünə görə fx bərabərdir, elə f mənfi x-ə. İçinə mənfi də qoysan dəyişmir. Amma tek fonksiyonda qabağa bir mənfi gəlir. Yəni, mənfi jx bərabərdir j-nin mənfi x-ına. Belə bir problemimiz var tek fonksiyonlarda. İndi, misal sənə nə deyir? f3. Onda buna uyğun olaraq biz gəl buradan yazırıq ki, f3 bərabərdir. Elə f mənfi 3 eyni şeydir. Amma j 7-dən söhbət gedirsə, onda burada yazırıq ki, mənfi j7 bərabərdir j mənfi 7-yə. İndi bu iki dənə yazdığım hissədən istifadə eləyək aşağıda. Nə yazırıq? F3 elə F3-dür, düz məntiq. F3 üstə gəlinsin. J mənfi 7. J mənfi 7-nin yerinə baxın bunu köçürmək olar. Yəni çıxılsın. J7 köçürdə bilirəm. Bərabər 8. Aşağıdakı F mənfi 3 elə F3 eyni şeydir. Axı, bura təzələnən F3 yazıram. Üstə gəlinsin J7 bərabər 12. Bunda sistem tənlidən çıxartmaq olar. Tərəf-tərəfi toplasaq, bu J7-lərimiz gedər. Elə F3-ə gəlib çıxırıq. 2 dənə F3 bərabərdir 20-yə. F3 də heç bir şey. Uzun ömür, can sağlıq. Getdik 16-ya. Parçalı fonksiyon. F0. Görək 0-ı harda ödəyir? 0-ı burada ödəyir. X-a 0 verəndə 0 birdən kiçikdir axı. Onda gətirib deyirik ki, f0 bərabərdir 3 üzəri 0 plus 1, 1 üstə 1-dən aldıq 2. Sonra f1-i harada ödəyir? Burada ödəyir. X bərabər 1 olan şərtində. Onda f1 də bərabərdir 1-in kvadratı üstə gəlsin 2, oldu 3. Ən axırıncı f2 də buranı ödəyir. 2 1-dən böyükdür axı. Onda f2-miz də bərabərdir 2 plus 5-dən, olar 7. Gətirib sonunda da hesablasaq 2 üstə gəlsin 3, üstə gəlsin 7, olur 12. B variantı. 17-yə keçək. Bir fonksiyonumuz daha. F2-ni verib F5-i istəyir. Birincisi gəlin bunu bir çarpaz vuraq. Belə saxlamayaq. Bura 1 yazıb çarpaz vururum. Nədir məsələ? 3 dənə fx bərabər imiş. Fx minus 3 üstə gəlsin 7x-a. Ana fonksiyon bu. Bunun üstündən davam eləyəcəyində. Sonra nə verib bizə? F2. F2 olsun deyə x-in yerinə 2 qoysam aşağı düşər, elə x-in yerinə 5 qoyanda birbaşa çıxır. Fikir verin, x-a 5 versək, olur 3 dənə f5 bərabərdir. 5-dən 3-ü gedir f2, üstə gəlsin 7 vur 5, 35. Fikir verin buna. İndi burada da qiymətləri gətirib yerinə qoysaq, 3 dənə f5 bərabərdir f2, yəni 7 üstə gəlsin 35. 3 dənə f5 bərabərdir 42-yə. 42-ni də 3-ə bölək, f5 də bərabər olsun 14-ə. Yəni istədiyi şey çıxdı. Y variantı.
18'e gələk. Qrafikə aid bir fonksiyonumuz var. Ne güzel, ne güzel. Həmişə millət birinci yazılan aralıq x-i göstərir, ikinci aralıq y-i. Onda bizim x-imiz hardan başlayıb harda bitir? -5'dən başlayır 13'e qədər, amma 13'ü alır. Fikir verin bu içinin boşluğuna, doluluğuna. -5'i almır, 13'ü alır. Y-imiz hardan hara qədərdir? Y oxu. Y oxda burada -3'dən başlayır ta ki 6'ya qədər. Bu da -3'ü almır, amma 6'nı dəqiq alır. İndi variantlardan baxaq. X-i -5 13, Y-i də -3 6. Baxın bizim yazdığımız elə düppədüz B variantında var. Sonra 19 bir grafikimiz daha. Nedir? Aşağıdakilerden kaç tanesi doğrudur? Görək nələr doğruymuş. F -7. F -7 burada. Qiyməti 0'dır. Yəni -7 0 deməkdir bu. Sonra F -2. Yəni x-i yenə -2 qoyanda burada 0 nöqtəsindədir. F12 burada 12 0 nöqtəsindədir. 3 də bir-birinə bərabərdir. 0'a bərabərdir. Düz deyir. İkinciyə baxaq. F7 0'dan böyükdür. F7 haralardadır? Təqribən buralarda bir yerdədir. Gəlib qrafikə toxunanda görürsən ki, bu 0'dan böyük bir qiymət alır. Bu düz. Sonra F -1. Gəl görək F -1 hardadır? F -1 çox güman ki buradadır. Buradan gəlib qrafikə toxunanda bu da 0'dan böyük olacaq. Bu ama deyir 0'dan kiçikdir. Bu səhvdir. Dördüncüyə baxaq. Deyir F1'in cavabı. F1'in cavabı burada olsun. Bir də F -3. F1 gəlib qrafikə toxunanda burada belə bir şey görünür. Bir də nə dedik? F -3. F -3 də burada bir şeydir. Bu da gəlib qrafikə toxunanda belə bir rəqəm çıxır. Məsələn, bunun cavabı 2/1 olsun. Bunun da cavabı -2/1 olsun. Deyir ki, bundan böyükdür, düz deyir. Təbii ki, 2/1 böyükdür də -2/1'dən. Təqribən yazdım, amma düz gəlir qrafikə baxanda. 5-ciyə baxaq. F -5 deyir. Bunu da nə rəqdən göstərək? Allah da xoş gəlsin. Bir dənə bənövşə nə yazım? F -5. X-in yerinə -5 qoyaq. Məsələn, buralarda bir yerdə X-in olsun -5. Gəldi grafikin belə bir yerdə toxundu. Məsələn, -2/2 də bura olsun. Sonra nə var? F12. F12'nin 100% qiyməti var 0. İndi bizə deyir ki, F -15'in cavabı -2/2 deyir kiçikdir 0'dan. Düppədüz deyir, yaxşı da eləyir. Neçə dənəsi doğru oldu? 4 dənə versiyamız doğrudur. Bir dənəsi səhvdir. İşlem sualı nə iş görək? 2 işlem 2 bu hara aiddir? Bax bu sıraya aiddir. Buna görə yazırıq ki 2 işlem 2 bərabərdir. 2'nin kvadratı çıx 2. Bura oldu 2. Bu 2 qaldı öz yerində. Üçgən. Sonra bura baxırıq. 2 üçgən -1. Yəni A, B'dən böyük olma şərti buradadır. Onda buna görə yazırıq ki üçgən -1 bərabərdir. -1'in kvadratı üstə gəlsin 2 kimi. Bu oldu 3. Bunun cavabı hazır. İndi 2 işlem 3 də hardadır? A, B'dən kiçik olması. O da birinci sıradadır. 2 işlem 3'ü də burada hesablasaq. 2 vurulsun 3. Üzərinə gəlsin 1. Bu da eləyər. Yekun cavabımız 7. Yəni Y variantı. 21'e baxaq. Mod misalı. Modlarda nə edirdik? Deyirdik ki, bu ifadə bölünməlidir modun içindəki rəqəmə və bu əmsalda göstərilən ədəd onun əslində qalığıdır. Yazılış budur. Deyir x kaç farklı değer ala bilər? Birincisi, həmişə burada yazılan ədəd qalıqdan böyük olmalı. Bunu bir kənara yazaq. X 4'dən böyükdür. Bu düz. Sonra belə bir şey danışaq ki, 5x-in içində x neçə dəfədir? 5 dəfədir. Çıxıblar 5x-i. Burada qalıq qalıb 24. İndi 24'ü nəyə bölsən 4 qalıq alınır? Əslində bizim misalda bundan danışmaq istəyir. 24'ü x-a bölüblər. Buradan bir 4 qalığı yaranıb. X-in yerinə nələr qoya bilər? 4'dən böyük. Məsələn, x-in yerinə 5 qoya bilərsən. O da nə olur? 24'ü məsələn 5'ə böləndə 4 qalığı alır. 6 olmaz, 7 olmaz, 8 olmaz, tam bölünür, 9 olmaz, 10 olar. Yəqin ki 5, 10 belə gedir. Sonra nə ola bilər? 11 olmaz, 12 olmaz. Kaç farklı değer alabilir? 24'e kadar maksimum düzə bilərsən də. 24'ü aşmaz ki o. Məlum məsələ. 10 qoyduq. Başqa. 15 ödəmir. 5'in başqa vurulduğu nə var?
Məlum 20-yə gedəsin. Bir dənə də 20-ni ödəyir. Bu 3 dənə qiymətdir. 5, 10, 20. X-in yerinə qoya biləcəyik. Kaç var? Burada dediyim kimi nəsə millət bir problem var ya da mən nəysə eksik görürəm. 3 dənə qiymət tapıram. Çünki 24-dən böyük 25, 26 da verə bilərsən. O sonsuza qədər gedər axı. Məncə 3 dənə qiymət çıxır. Keçək 22-ci sualımıza. Kümələr. Evrensel kümənin alt kümələri də deyirsək, gəl bir dənə çəkək. A küməsi var, bir dənə də B küməsi var. Evrenseldən heç söhbət eləmir. Ayrı-ayrı yazaq. Birləşmə 15, kəsişmədə 6 dənə element var. İndi deyir ki, B A-dan 2 dəfə çox olsun. Kənarları bilmiriksə özümüzdən bir element yazaq. Məsələn, bunun kənarı X olsun, bunun kənarı Y olsun. B-nin içindəkilər nədir? 6 plus Y. Deyir, bərabərdir 2 vurulsun A-nın içindəkilərə. Yəni X plus 6-ya. Bir dənə də qaydamız deyir ki, toplamda 15 olsun. Bunda toplamı 15 olması üçün gəlib altından yazırıq ki, X plus Y plus 6 bərabərdir 15. Yəni, bir sistem təlikdən çıxır əslində. Yuxarıdakını sadələşdirək və bunu bir digər tərəfə köçürsək. Buradan sadələşdirsək nə olur? 6 plus Y bərabərdir 2X plus 12-yə. Aşağıdan X plus Y bərabərdir 9-a. Yuxarıdan bir yan yana ataq. Olsun 2X minus Y ya da Y minus 2X. Bir saniye. Y minus 2X bərabər 6-ya. X plus Y bərabər 9-a. Tərəf-tərəfə çıxaq. Bir silinmələr geçsin. Y-lər gedər. Qalar mənfi 3X bərabər mənfi 3-dən X bərabər 1. X-in yerinə 1 qoysam buradan Y-in olar 8. X, Y tapıldı. Bizdən nə istəyirdi? A çıx B. A çıx B dediyi şey elə A-nın bu qırağıdır. Yəni X istəyirmiş 1. A variantı. 23-ə keçid alaq. Burada da bir kümə sualımız var. Ştrixdən söhbət gedirsə evrenselin içində yığmalıyıq bunları. Gəlin bir dənə burada işarələtdirək. Sonra evrenselə verərik. Bu A, bu B küməsi olsun. Buradan da bir dənə bunun düz bucaqlısını çəkək. Bu da evrensel küməmiz olsun. Nə deyir? Kəsişmədə 7 element var. Lap yaxşı. Belə işlər. Bu qıraqları görmürüksə, yəni X, Y, məsələn burada olsun Z. İndi deyir ki, 2 vurulsun, A kəsişsin. A-nın içində nə var? X-dən 7. Kəsişməlidir nə ilə? B iştirik. B iştirik də o deməkdir ki, B-ni tut, görmə. Kənardakiləri gör. Kənardakı da nədir? X-dən 7 Z. Yəni burada X və Z yazırıq. Sonra bərabər olmalıdır. Deyir 5 vurulsun bu dəfə. B kəsişsin. B-nin içində nə var? 7 ilə Y. Kəsişməliymiş nə ilə? A iştiriklə. Bu dəfə də A-nın üstünü tutsaq Y və Z-i görəcəyik. İndi gəlin kəsişmələrdən görək nə qalır. Burada ortaq X-i görürük. Digərində də ortaq Y-i görürük. Misalın verdiyi əslində bizə budur. 2 vurulsun X bərabərdir. 5 vurulsun Y-ə. X-a məsələn 5K. Y-ə də 2K kimi baxmaq olar. Oran-orantı kimi danışsaq. Sonra misal nə deyir bizə? A birləşmək B 56-dır. Buradan bura qədər yekununda 56 dənə element var. Yəni X plus Y plus 7 bərabərdir 56-ya. X-in də Y-in yerinə belə K-lı qoysaq 5K üstə gəlsin 2K bərabərdir 56-dan 7-si gedir. 40 İnşallah taparıq. 49 idi. 49 7K bərabər 49. K'sı olsun 7. K'nın yerinə 7 qoysaq 5 vur 7 35. 2 vur 7 14. Bizə də nə istəyir? B-nin içindəkilər. B-nin içində dediyi şeydə Y-i tapmaq lazımdır. Yəni Y-i də tapırıq 14. Gətirib burada 14 yazsaq. B küməmiz olur. Nə qədər? 7 üstə gəlsin 14. Yəni 21 elementi var imiş B-nin içində. C variantı. Sonra 24-ə keçid alaq. Burada da şəkillə göstər. Çox vaxt bu taralı alanlar nəyin seçindən silinmə olur. Məsələn, variant üzərinə yoxlasaq daha yaxşı. A-nı yoxlayaq. A-dan B-ni çıxmaq nə deməkdir? B gəlsin özünə aid olan şeyləri aparsın, bunlar silinsin, ancaq A-nın qırağı qalsın. O da C ilə kəsişəndə bu deyil. Bu variant səhvdir. Bir variant üzərindən gedək. Sonra B variantına baxaq. Deyir ki, B-dən C-ni çıx. B gəlir, C gəlir özünə aid olan hissələri buradan aparır. Bu getdi, bu düz. Deyir, birləşsin A ilə. A ilə birləşdirəndə hədə
ortaq bir şey. B gəlib C-dən özünə aid olan şeyləri aparandan sonra birləşmə yox, kəsişmə qalmalı. Çünki B-nin də qırağındakini götürürsən, A-nı da götürürsən. Bu variantın dediyi buralardır. Bu da səhvdir. Bu düz deyil. B variantı getdi. C-ni yoxlayaq bu dəfə. B ilə deyir ki, C-ni birləşdir. B ilə C-ni birləşdirirsə, onda buranı tam götürürük. Buraları götürdük. Deyir, A gəlsin, özünə aid olan hissəni aparsın. Yəni, A gəldi, bunu çıxdısa, bizim hissələrimiz, taralı alanımız bu olmalıdır. Bu deyil axı. C variantı da səhvdir. D-ni yoxlayaq. Deyir, A ilə B kəsişsin. Həqiqətən A ilə B-nin kəsişməsi, bax, buradır, ortaq. Bunların hər ikisinə aiddir. Sonra deyir ki, C çıxsın. C özünə aid olan hissəni gəlsin, götürsün, aparsın. Yerdə nə qalır? Taralı alan. Bax, bu hissəmiz qalırdı. Elə deyil. Misal da bizdə buranı taralı eləyib. Elə düzgün versiya D versiyasıymış. D variantı. 25-ə baxırıq. Buradan da ortaq vuruqlar çıxardacaq yəqin ki. 2-2 qruplaşdıraq. M-ləri götürsək mötərizə xaricinə qalar A plus B. Çıxılsın digərindən də N-i götürsək qalar A plus B. Məxrəcə də düşək formula kimi açaq. A minus B, yanında da A plus B. Sürətdən təzədən bir ortaq vuruq götürək. Yəni A plus B-ni götürdük. Mötərizəmizdə qalır M minus N. Aşağıda da həm A minus B, həm A plus B. Bir qəşəng ixtisar da buradan görək. A plus B-lərimiz geçsin. Qalır sonda M çıxılsın N, A minus B. Bizə də bunların hər ikisini verib. Baxın. 12 yuxarıda, 4 aşağıda ixtisar gedir, qalır 3. A variantı. 26-ya keçid eləyək. Bir formula görürük. Baxın, burada bir düstur var. A kvadrat çıx B kvadrat kimi baxanda 7 üstü 16 çıx 1-dir. Aşağını da düstur kimi açsaq A minus B, A plus B kimi. 7 üstü 16 çıx 1. Bir dənə də 7 üstündə 16 plus 1 var. İxtisarları da görsək, bunlar gedər, qalar 1 bölü 7 üzəri 16 plus 1. Bunu da cavabını bizə vermişdi. X. 1 bölü X daha yekun nəticəmiz olur. D variantı. 27-yə keçid edirik. Düsturları görmək lazımdır. Yuxarıda bir düstur yoxdur birincidə. Bunu olduğu kimi köçürdürəm. X kvadrat üstə gəlsin X plus 1. Amma aşağıda bir formula var. X minus 1-in mötərizə kvadratıdır. Vurulsun eynisini yuxarıda misal özü yazıb. X minus 1-in kvadratı. Bu da bir formuladır. Bunu da açırıq. X minus 1 vurulsun X kvadrat plus X plus 1. İndi ixtisarlara fikir versək, bununla bu gedər. Bununla bu tam gedər. Sonda qalar 1 bölü X minus 1. O da B variantı. Baxaq 28-ə. Belə bir sistem tənliyimiz var. Yaxşı olar ki 2-2 həll eləyək. Yəni ilk hansıları görərəm. Məsələn, ikinci ilə üçüncüdə 2 y-lər indi. Görüyor ortaqdır. Bunları toplasaq gedər. Nə qalar? 3x üzərinə gəlsin 4z bərabərdir. Mənfi 13-dən də 5 geçsin, mənfi 8. Belə bir tənliyə alındı. Sonra bir dənə də y ləğv eləyə bilərik. Hansından? Birinci ilə ikincidən, amma yuxarı sıranı 2-yə vurmaqla. Buranı 2-yə vurub düşsək, nə olar? 8x çıxılsın 2y üzərinə gəlsin 2z bərabərdir 4-ə. Bunu amma olduğu kimi yazıram. X üzərinə gəlsin 2y üzərinə gəlsin 5z bərabərdir mənfi 13. Bunu da tərəf-tərəfə toplasaq, yenə bu 2y-lərimiz gedər, fikir verin. Qalır nə? Həmin oradan alınanda gətir burada yazıram ki, bir sistem tənliyi təzədən biz yaradaq deyə. Onu da burada yazaq. 8, 1 toplanır olur 9x. Y-lər getdi. Üzərinə gəlsin 7z bərabərdir. Mənfi 9 da buradan gəlsin. Təzə sistem tənliyimiz bu oldu. İndi bu sistemdən də nə eləyə bilərik? Məsələn, x-ları eyniləşdirək. Aşağı sıranı 3-ə vursaq, eyniləşir. Yəni yazaraq ki, 9x üzərinə gəlsin 7z bərabər mənfi 9. Aşağını da 3-ə vura yazsaq, 12z bərabərdir mənfi 24. Bunu da tərəf-tərəfə çıxsaq bu dəfə x-larımız gedər. Yerdə qalar 7-dən 12-si geçsin mənfi 5z bərabərdir. Bu elə bil ki, kəsirdə qalırmı? Yox, 24-dən də 9 gedir 15. Z-imiz bərabər olur mənfi 3-ə. Z-i tapandan sonra ürəyimiz istəyən bir yerdə qoyub x-i tapmaq olar. Məsələn, burada gətirib x-imizi tapaq. 3x üzərinə gəlsin 4z, yəni çıxılsın 12 bərabərdir mənfi 8-ə. 3x bərabərdir 4-ə, x-imiz olur 4 bölü 3. X-i tapdıq. Bir dənə də sonunda qalır y-i tapmaq. Y-i də hansından istifadə edə bilərik? Elən axırıncı tənlikdən götürək. Məsələn, bu tənlikdən y-i gətirib hesablayıram.
Yəni 2x 2 vurulsun 4 bölü 3. Çıxılsın 2y, çıxılsın z üstə gəlsin 3 bərabər 5. Bunu da hesablayanda 8 bölü 3 çıxılsın 2y bərabərdir 2-yə. 2y bərabərdir 8 bölü 3 çıxılsın 2. O da eləyər 3-də 2. Y-imiz də olar 2-yə bölsək 3-də 1. Y-də tapıldı. İndi bizdə də yerinə qoymağı tələb eləyir. Burada gətirib yerinə qoysaq, x-imiz nə idi? 4 bölünsün 3. Çıxılsın y-i nə tapdıq? 3-də 1. Və z-imiz də nədir? Mənfi 3 üstə gəlsin 3 oldu. Bura eləyir 3-də 3 üstə gəlsin 3. Bu da eləyir 1 üstə gəlsin 3-dən 4. D variantı. Normal sistem tənlik. 29-a keçid alaq. 2 dənə polinomumuz var. Dediklərin gəl yazaq. P2x deyirsə, bütün x-ların yerinə birincisi 2x-i qoyub bu polinomu yaradaq. 4 vurulsun 2x-in kvadratı, çıxılsın 3 vurulsun 2x, çıxılsın 1. Bunu da hesablayanda bərabər olacaq. 2-in kvadratı 4, 4, 16x-in kvadratı, çıxılsın 6x, çıxılsın 1. Deməli, bu P2x polinomunun açılışıdır. Q-yə bir şey vermə. Q elə olduğu kimi qalsın. Bunları gətir bir-birinə vur deyir. Onda yazıram P2x vurulsun Qx bərabərdir 16x kvadrat çıxılsın 6x çıxılsın 1 vurulsun x çıxılsın 1-ində mötərizə kvadratı. Polinomdakı x kublu termin katsayısı. Onda bunu məcbur açmalıyam. Belə yazmamız yaxşı olmayacaq. X kubu yaratmaq üçün. Bunu da açsaq bu düstura görə x kvadrat çıxılsın 2x üzərinə gəlsin 1. İndi x kubun nələri yarada bilər? Gəlin ondan danışaq. 16x kvadratı götürüb biz buradan 2x'e vuranda baxın x kub yaranır. Mənfi 32 x'in kubu yaranır. Bundan əl çəkirsən. Sonra keçirsən növbətisinə. Məsələn, burada 6x bizə önəmlidir. 6x-lə x kvadratı birləşdirəndə yenə x kub görünür. Çıxılsın 6x kub buradan yaranır. 1 x kub yarada bilmir. Bunlar uca keçərsizdir. Bunu da hesablayanda elərim mənfi 38 x'in kubu. Bunun kat sayısı demək əmsal deməkdir. Yəni mənfi 38 B variantı. 30'a keçək. Bir dənə də polinomumuz burada var. Nə istəyir? Sabit terim. Millət, sabit terim deyəndə x-ların yerinə 0 qoymaq lazımdır. Yəni bizdən istədiyi 2 dənə p mənfi 2 üstə gəlsin q1 bərabər 0. Misalın bizdən istədiyi budur. Onda gəlin biz p mənfi 2 tapmaq üçün nə edərsən? Burada x-in yerinə mənfi 2 qoyarıq. Düz məntiq uzatmadan. P mənfi 2'miz bərabərdir. 2 vurulsun mənfi 2'nin kvadratı. Çıxılsın 3 vurulsun mənfi 2 üstə gəlsin 1. Bunu da hesablasaq nə olar? 4, 2, 8 üstə gəlsin 6 üstə gəlsin 1. Bu da verir 15. Bu hazır. Yəni bunun yerinə gətirib 15 yazacağıq. Sonra keçək ikincisinə, yəni Q1'ə. Q1 tapmaq üçün də x-ların yerinə 1 qoyuruq. Onda olur Q1 bərabərdir. 4 çıxılsın 2 vurulsun 1'in kubu. Bu da eləyir 2. Yəni bunu da yerinə 2 yazırıq. Onda yekun cavabımız 2 vurulsun 15 üstə gəlsin 2. Olar 32. D variantı. Gəldik geometrilərimizə. Bu tip kvadratın çölündə çıxıntı olan da %90 ağlımıza gələn bir diagonal çəkməkdir. Çünki diagonal gedir orada 90'ı 45-45 bölür axı. 45 dərəcə, 45 dərəcə. Burada özü 90 dərəcə verib. Bu bütövlükdə 60 dərəcədir. 90, 60, 30 üçgəni yaranır. Fikir verin. Bunu da bir sarılayaq, seçilsin. Burada 30, 60, 90 üçgəni var. İndi 30'un qarşısı 4'dürsə, 90'ın qarşısı 8'dir, 60'ın da qarşısı 4 kök 3. Buradan bura qədər 4 kök 3. Misal bizdən nə istəyir? Perimetrin. Əgər diagonalımız 8'dirsə, onda tərəfimiz nədir? 8'i bölmək lazımdır kök altı 2'yə. 4 kök 2 tərəfimizdir. 4 kök 2, 4 kök 2. Çevrəsi də, yəni perimetri də 4 vurulsun 4 kök 2. Olar 16 kök 2. C variantı. 32 hardadır? Buradaymış. Burada bir paralel kenarımız. Lap yaxşı. BC məsafəsi bu hissə bərabərdir DF-yə. Bu hissəyə o da bərabərdir YF-yə. Bir dənə də burada indiliyimiz var. Lap yaxşı. Bu dərəcələrdən hər halda yola çıxacaq. Birincisi, paralel kenarda qarşı üzlər bir-birinə bərabərdir. Burada bir dənə xətt qoya bilərik. 108 dərəcənin qarşısında onsuz da bir 108 dərəcə var. Onda təpə bucağı 108 isə bu üçgənə fokuslansaq. 180'dan 108 çıxarıq. 72. 2 yerə bölsən bir bərabər yanlıq var axı bu ikisində.
36 36 düşər. Prosta o F-yə nə əlaqə verib, bir heç lazım olmadı. X nədir? 36 dərəcə. C variantı. Uşaqlar 33-cü sualda bir əksilik olduğunu düşünürəm. Niyə? Bunun verdiyim məlumatlarla ancaq bir bərabərsi yazmaq olar. Onsa tam bir qiymət istəmir. Neçə dənə qiymət ala bilər deyir. Burada gətirib 4 yazaq. Məsələn, x, y olsun. Bizdən bunu istəyir də. Nə yaza bilərik? 1x deyərik ki, 2 ilə y-in cəmi ilə fərqinin arasındadır. Üçgən bərabərsiyinə görə. Bir də ümumi bu tərəfə görə baxıb danışa bilərik ki, x plus 2 ilə, daha doğrusu kənarları toplasaq 8 plus y ilə çıxanda modulda y-in arasındadır. Belə bir ifadə çıxır. Bunun da x-in tam qiyməti çıxmır. Yəni kiçiklərin görürük, böyüklərin görmürük. Burada məncə nəsə bir əksiklik var şərtdə. 34-ə keçək. Burada bucağımız var. 55 dərəcəni verib. Bizim belə bir qaydamız var idi ki, eyni vətərlər, eyni qövslər kəsirdi. Yəni bunun kəsdiyinə beta, burada eyni qaydada beta deyə bilərik. Buralara beta desək. Və bizim bir dənə də danışacağımız şey odur ki, ümumilikdə bu necə deyək, diametrlə kəsilən şey 180 dərəcədir. Yəni burada 180 minus 2 beta yazmaq olar. Sonra 55 dərəcənin söykəndiyi qövsə baxsaq, bu 55-in söykəndiyi buradan ta ki bura qədərdir. Və daxilə çəkilmiş bucaq olduğuna görə də 2-yə vururuq. Onu da yazarıq 180 çıxılsın 2 beta, üzərinə gəlsin beta bərabərdir 110 dərəcəyə. Buradan beta bərabər olur 70 dərəcəyə. Betamızı tapdıq. Bizdən nə istəyirdi sonda? Alfa. Alfanı da tapmaq üçün neyik? Betanı tapıb oradan betaları yerinə qoysaq 70 dərəcə, 70 dərəcə. Buradan da nə qalır? 40 dərəcə. Burası da olsun 40 dərəcə. Alfa üçün də gəlin belə bir şey eləyək. Diametrə söykəndirsək tapa bilərik hər halda. A-dan C-ni birləşdirərəm. Diametrə söykənən bucaq düz bucaq daha. Burada bir ən azı 90 dərəcə var və 40 dərəcəyə söykənən burada da bir 20 dərəcə var. Yəni alfa bərabər olur 90 üstə gəlsin 20-dən çıxar 110 dərəcə. B variantı. 35-ə baxaq. Bu çeyrək çemberlərdə çox vaxt Pifagora gəlir. Deməli, bizim bu radiusumuz 6-dırsa, daha doğrusu 10-dursa, burada gətirib 10 yazmaq olar. Başqa nəyimiz var? Y, D-ni istəyir. Bir perpendikulyarlıq görürük. Gəlin, bu oradan D-yə qədər də birləşdirək. Bunun da radius olduğunu bilirik. Onu buraya yazaq. Sonra Pifagordan çıxır ki, 8 olar. Y variantı. Bu bir qaydadır millət. Üçgənin içində balaca üçgən çəkir. Burada bir hündürlük varsa, düstura görə bunların kvadratları cəmi eyni olurdu. Dediyim kimi, bir xassədir. 17-nin kvadratı üstə gəlinsin 5-in kvadratı bərabərdir. X-in kvadratı üzərinə gəlinsin 15-in kvadratı. Yəni bu şəkli belə yadınıza saxlayın. Bunu da hesablasaq 289 üstə gəlsin 25 bərabərdir. X kvadrat üstə gəlsin 225, 89-dan 25 gəlsin 64. Üstünə də 25 gəlsək 89 bərabərdir x kvadratına. X ilə qalır kökün altında 89. D variantı. Keçək 37-yə. Burada bir ikizkenar üçgən görürük. Bunu görən kimi avtomatik təpədən bir hündürlük çəkmək lazımdır ki, yaq qaydasından istifadə edə bilək. Bunu gətirdik. Onda 16-nı silirəm. Burada yarıya bölürük 8, 8. Və necə olur ki 8 kökü 8, bu 45, 45, 90 xassəsidir. Pifagordan da gedib hesablasaq, burada da olur 8. Yəni buralarda bir 45 dərəcəmiz var imiş, sən demə. Burada nə çıxır? 45. 45. Heç bu 45'lər az önəmlidir. Bir dənə də Pifagor buradan gəlir. Fikir verin bu Pifagora. Onda yazarıq ki 8-in kvadratı üzərinə gəlinsin bu hissə. 8 plus x-in kvadratı bərabərdir hipotenuzumuza 17-nin kvadratına. Buradan da nə görərik? 8 plus x-in kvadratı bərabərdir 289-dan 64-ü gedir 225. Yəni 15-in kvadratı qalır. 8 plus x-imiz 15, x də çıxar 7. D variantı. 38-də nədir? Koordinat sistemi. Verilən nöqtələri yazaq. D-si 0,3-dür. Tamam, C'si 4,0. Buradan bir Pifagor getmək olar. İlk ağlımıza gələn budur. Gəlin bunu eləyək.
90 derecesi de var. 3 addım, 4 addım. Bura gelir 5 addım. Ve kare ise bunun her tarafı məlum məsələ 5'dir. Buralarda yazaq. Sonra nə danışmaq olar? A nöqtəsindən C'nin diagonal gəlir deyə x-ları eyni yerə düşür. Yəni A'nın da x-ında burada bir 4 var. Onda biz bunu paralel köçürsək bura. Baxın bu 4'ü qarşıya köçürdürəm. Burası da olur 4. Bir dənə də Pifagor buradan yaranmaz. Fikir verin. 4 5'dən bura gəlir 3. Onda ümumilikdə bu hündürlüyü olur 6. Onda bu A nöqtəsinin x-i 4, y-i də olmalıdır 6. Bizə də nə istəyir? Toplamı olur 10. B variantı. 39'a baxaq. Belə bir düz xət var. K nöqtəsi ilə B'nin orta nöqtəsi olduğuna görə. Birincisi biz nə edirik? Burada bir dəfə x-a 0 verin, bir dəfə də y-ə 0 verin. Sonra orta nöqtəni taparıq. X-a 0 verəndə yazıram x bərabər 0 olsa 2y bərabər -6'dan y-imiz çıxır -3. Yəni bu y-in -3'ü buradadır. X-a 0, y-ə -3 olan nöqtə. Bir dəfə də y-ə 0 verək, x-i tapaq. Y-ə də 0 versən -3x bərabər -6'dan x-i tapırsan 2. Həmin nöqtə də bu nöqtədir. Baxın x 2, y 0. Və bizə orta nöqtə sözündən istifadə eləyirsə, orta nöqtədə nə edirdik? Koordinatları toplayıb 2'yə bölürük. 0 plus 2 bölü 2. Bir dənə də -3 üstə gəlsin 0 bölünsün 2. Bu da bərabər olur 1 ilə -3 bölü 2. Nöqtələrimiz bunlar. Koordinatların toplamı dediyinə görə də bunu toplayaq. 1 üstə gəlsin -3 bölü 2. O da eləyər 2'də 2 çıxı 3 -2'də 1. B variantı. Gəldik 40'a. Nə var burada? 90'larımız yəqin ki bir bənzərlik gələr. A'ya 2, DS 8, D'ye 3, 4. Birincisi 3, 4 Pifagorundan buranın 5 olduğunu görürük. Sonra nə iş görək millət? Məsələn, bura alfa versən, bura olur 90 minus alfa. Ortada 90 var. Buranı 180'da tamamlamaq üçün alfası çatışmır. Sonra bu üçgənə baxsaq, 90 alfa, təzədən 90 çıxılsın alfa qalır. Onda danışa bilirik ki, YDS üçgəni bənzər imiş YAB üçgəninə. Bu üçgənlər bir-birinə bənzər. Bənzərlikdən onda yola çıxsaq, bunun 90 çıx alfasının qabağında 4 var. Bunun 90 çıx alfasının qabağında 8. 4'ün 8'ə nisbəti bərabərdir. Məsələn, alfasının qabağındakı 3'ün, bunun da alfasının qabağındakı AB'yə nisbəti. Elədir. Buradan ixtisar gedir. Tapırıq ki, AB bərabər imiş 6'ya. Bura 6 yazsam, Pifagordan bura olur 10. Bizə də nə lazım idi? BS-ni tapmaq. BS üçün də bu Pifagordan istifadə edirik. Deməli, 5'in kvadratı üstə gəlsin 10'un kvadratı. O da nə eləyir? 125. 125'in də yerinə yazırıq 5, yanında kök 5. O da A variantında. Bu da burada bitir. Sonra məntiq sualları başlayır. Məntiqləri saxlayırıq. Bugünlük bu qədər. Sağ olun. Özünüzə yaxşı baxın.